El şənliklərinin çəkiliş və montajı ilə məşğul olan Tovuz sakini notebookunu itirib. Hansı ki, həmin notebookda 6 toyun videosu var idi. İllərdir montajçı operator olan Vasif Manafov notebooku Tovuzun Sarıtala kəndinə toy çəkilişinə gedərkən itirib. Notebooku onun üstünə qoydum, operatorun üstünə qoydum. Bagajı örtdüm, bizim bagaj yaxşı örtülmədi. Sonra orada bir tanış maşın var idi, sən bagajın açıq getdi deyə zapravkadan. Gəldik tras uzunu baxmadıq. Burası tutanda maşın burada dayandı, çəkmədi. Düşdüm, arxaya gördüm şey açılıb, bagaj açılıb. Şey vardı, stabilizator var idi. Götürüb maşını qoyunca gördüm notebook yoxdur orada. Bu yolu qalxdıq. Burada Vasif Razatki qoşanda qapı bir dəfə qalxdı, endi. Qalxdı, endi 100% onda düşmüş olar. Ancaq bu yolda. Çünki o asfalt yolda Nivanın arxası qalxıb enməz. Bu hadisə Vasif Manafovun başına sentyabrın 11-də gəlib. Çətin durumda olan 34 yaşlı Vasif Manafov bəzi toy sahiblərinin ondan çəkilişi tələb etdiklərini, bəzilərinin isə hələ ki gözləmə mövqeyində olduğunu deyir. Notebook bizim üçün önəmlidir, əsas toylardır. 6 toy var, məndən başqa 4 yoldaşın toyu var. Əsas o lazımdır, onun sahibləri istəyir. Canları sağ olsun, bəziləri başa düşür, itib, bəziləri başa düşmür deyə toyumuzu verin. Əsas o toylar lazımdır. Onu tapandan xahiş edirik ki, qaytarsın o. Kompüterin axtarışı davam edir. Bu məqsədlə həmin əraziyə gedən yola elanlar da vurulub. Çətin durumda olan Vasif Manafov notebookun düşdüyü ərazilərdə bax bu cür elanlar yapışdırıb. Zərərçəkənin sözlərinə görə notebooku tapıb ona təqdim edən şəxsə yüksək mükafat da verəcək. İtən əşyada olan toy şəkilləri Tovuzun və Gədəbəyin dağ kəndlərində lentə alınıb. İlk dəfədir belə hadisə ilə üzləşən Tovuz sakini notebooku tapan şəxs və şəxslərdən onu sahibinə təqdim etməyi, qarşılığında isə mükafat verəcəyini bildirir.